Keçməyən öskürək, boğazda qıcıqlanma probleminiz varsa, səbəbi mədəniz ola bilər. Deməli, mədəmiz yediyimiz qidanı həzm etmək üçün turşu ifraz edir. Lakin mədə ilə qida borusu arasında olan qapaq, yəni sfinkter zəifləyəndə tam bağlanmır. Nəticədə isə mədədəki turşuluq yuxarı, yəni qida borusuna doğru qalxmağa başlayır. Bu da yanma hissi, boğazda qıcıqlanma, öskürək, ağızda acılıq problemlərinə səbəb olur. İnsanlar reflü adlanan bu prosesi çox vaxt angina və soyuq dəymi ilə səhv salırlar. Əgər daimi boğaz təmizləmə ehtiyacı hiss edirsinizsə, boğaz ağrısı 2-3 həftədən uzun müddət çəkirsə, ağrı daha çox yatanda və səhər saatlarında artırsa, həmçinin antibiotik içmisiniz, amma keçmirsə, deməli səbəbi mədənizdəki turşuluqdur. Bildirim ki, qıcqırma problemindən uzun müddətdir əziyyət çəkir və müalicə elətdirmirsinizsə, bu gələcəkdə qastrit və xorak kimi problemlərə səbəb ola bilir. Əgər qıcqırmanın sağlam şəkildə önünə keçmək istəyirsinizsə, Temzo tabletlərindən istifadə edə bilərsiniz. Temzo tabletləri mədə şirəsinin turşuluğunu azaldır, qıcqırmanı aradan qaldırır və effekti bütün gün hiss olunur. Özəlliklə uzun müddətli dərman qəbul edən şəxslərdə bu tabletlər mədəni qoruma gücünə də sahibdir. Bildirim ki, Temzo tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz. Praktiki olaraq isə dərmanla yanaşı yatmamışdan ən azı 3 saat əvvəl yeməyi bitirin. Qəhvə, spirt, qazlı içkilər, acı və yağlı yeməkləri azaldın. Axşam yatmazdan əvvəl çalışın ki, yastığınızı dikəldib yatasınız. Bütün hallarda çalışın ki, sağlam olun.